Salam aleykum. Sizə bir dənə yaxşı çıxarmışam satışa. Bu dəfə öz evimizdir. Bundan makrel haqqı almırıq. Niyə? Bunu da sizə deyim. Çünki öz evimizdir. 48.500 manat verdin, bu evi verdim sənə. Oldu nə? Gələn mənə. 6 qaraj. Bax maşın girir, Yurinin maşınıdır. Girir, qəşəng. Həyətinə bir 5 dənə, 6 dənə maşın girir. 15 metr uzunudur həyətin, 9 metr enidir evdən əlavə. Əlavə evin arxasında 2 metrin 9 metrə, 860-a həyəti var. Bunacan sizə deyirəm. Özdə nə? Yurinin sözü olmasın, Çalı. Baxın evə, ev deyil, muzeydir. Baxın, bu qaraj. Bu ara, bu evindir. Bunu sizə göstərirəm. Bu aranı görürsünüz. Bu ara bu evə aiddir. Hardasa 1 metr yarım var. Bir dənə dala geç. Belə türkməsi dala geç, o evi də göstər. Bax, 42.000 manata da o evdir. 42.000 manata da həmin evdir. 12 daşın üstündədir. Kupçalıdır. Altda betonu, üstdə qırqavoy kəməri. Burada kəmər. Nə istəyirsiniz, bu evdə var. Qiymətinə görə də həqiqətən yaxşı qiymət. İstəsəz tam remontda verə bilərəm. Həyəti də baxın, gör nə boyda həyəti var. İstəsəz tam remontda verə bilərəm. Tam remont. Tam remont şeytan. Şeytan. 66.000. O birisini də tam remont vermək olar. O da eyni evdəndir. Sadəcə onun proyekti biraz, yəni bundan balacadır. Bir dənə arxadan belə bir dənə ləzzətli götür qoy, baxsınlar bir dənə. Görsünlər ki, necə evlər tikilir Hökməlidə. Baxın, həmin bu evi. Yəni real alıcılara yəni endirim olacaq ha. Yəni bunu da deyək inşallah. Geniş həyətimiz. Kupçalı. Qazı var yanında. İşığı var, suyu var. Suyun çəkmişi. Hər gün suyu gəlir. Mərkəzi kanalizasiyası düz qapının ağzındadır. Tam remont da verə bilərəm, remontsuz da verə bilərəm. Baxın, girdiniz, belə bir koridordur. Görürsünüz? Bax, solda geniş belə bir, çox geniş zalımız var. Bu turbalar bunundur. Yəni kanalizasiyanın zalı, hamısı o pulun içində çəkilib veriləcək, kombisi çəkilib veriləcək. Bir dənə bunun nəyi qalacaq? Ağardı, boyun vurursan. Belə bir sıvasın, özün ustasansa, heç sən özünə laf şey sərf eləyəcək. Çünki malazad aslanloy vurulub. Burada hamam-samuz eldir, baxın. Görürsünüz, hamısı çəkilib. İndi bunun duşovonun yeri zat hamısı çəkiləcək, beton veriləcək bu vəziyyətdə. 48.500 bu vəziyyətdə. Burada da bir dənə balaca, belə bir detkimiz var. Görürsünüz, yəni geniş otaqlardır, kvadratı da genişdir. Burada da geniş belə bir yataq otağımız var. 4 metr nə qədərdir uzunluğu, bunu da sizə deyim. Arxada da həyət